Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 11-cilər. Bildiyimiz kimi bugün 28 dekabr 2025-ci il tarixində OTK 11-ci siniflər üçün buraxılış fənləri üzrə sınaq imtahanı keçirtdi və həmin sınaq imtahanında riyaziyyat fənindən düşmüş sualların izahını sizinlə paylaşacağam. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq 31 nömrəli çalışma ilə. Deməli, uşaqlar 31-ci çalışmada A və B-nin mənə rəqəm olduğu verilib. 0,A dövrdə B çıxılsın 0,B bərabərdir 2-də 1 olarsa A çıxılsın B fərqini tapın. İfadəmizi köçürsək 0,A dövrdə B çıxılsın 0,dövrdə B bərabərdir 2-də 1-ə. Mən 0,A dövrdə B qarışıq dövr olunun kəsirini adi kəsirə çevirsəm yazacağam 90-da AB minus A şəklində. Daha sonra çıxılsın 0,dövrdə B dövr olunun kəsirini adi kəsirə çevirsəm 9-da 5 kimi yazacağam. Bu bərabər olur 2-də 1-ə. Birinci kəsin sürətini sadələşdirsək 90-da 10A üzərinə gəlinsin B, çıxılsın A, çıxılsın 9-da B kimi yazaram. Bərabər olmalıdır bu nəyə? 2-də 1-ə. Birinci kəsin sürətini sadələşdirəndə 90-da 9A üzərinə gəlinsin B ifadəsi alınır. İkinci kəsin məxrəcini 90-a gətirməkdən ötürü sürətini və məxrəcini 10-a vururam. Bu bərabər olmalıdır 2-də 1-ə. Məxrəcləri bərabər edənə bunları bir məxrəc yazıb sürətlərini çıxa bilərik. Olur 9A çıxılsın 9B bölünsün 90 bərabər olmalıdır 2-də 1-ə. Daha sonra birinci kəsrin sürətini və məxrəcini 9-a bölsək A minus B bölünsün 10 bərabər olacaq 2-də 1-ə. Tənasib kimi çarpaz vursaq buradan 10 ilə 2-ni də əvvəlcə xısara aparaq. Onun yerinə 5, 2-nin yerinə 1 qalır. A minus B fərqinin 5 vurulsun 1-ə. Yəni 5-ə bərabər olduğunu alırıq. Deməli 31 nömrəli çalışmada doğru cavabımız D variantı olacaq. Növbəti 32-ci çalışmaya baxaq. Deyir ki, bu bərabərsizliyi ödəyən n tam ədədlərinin sayını tapın. Deməli, uşaqlar, bərabərsizliyimiz bu şəkildədir. 1 bölünsün 12, kiçikdir 2n plus 1 bölünsün 24-dən, o da kiçikdir 3-də 1-dən. Bunları məxrəclərini bərabərləşdirsək, orta məxrəc 24-dür. Deməli, 24-də 2 kiçik olmalıdır 24-də 2n plus 1-dən, o da kiçik olmalıdır 24-də 8-dən. Məxrəcləri bərabər edənə bunların sürətlərini bu şəkildə yaza bilərəm. 2n plus 1 böyük olmalıdır 2-dən, kiçik olmalıdır 8-dən. Daha sonra bərabərliyin hər iki tərəfindən, hər üç tərəfindən mən biri çıxsam, bu bərabər olacaq ki, 1 kiçikdir 2n-dən, 1 kiçik olacaq 2n-dən, o da kiçik olacaq 7-dən. Daha sonra bunun hər tərəfini 2-yə bölsək, n 0,5-dən böyük, 3,5-dən kiçik olmalıdır. Bizdən bu bərabərsizlikdən n tam ədədlərin sayını istəyir. N burada hansı tam ədəd qiymətləri ala bilər? 1, 2, 3. Sayını soruşduğuna görə neçədən olacaq? 3 dənə. Deməli, 32-ci sualda doğru cavabımız A variantı olur. Növbəti 33-cü suala baxsaq, bizə belə bir ifadə verir və bu ifadəni sadələşdirməliyik. Mötərizədə A bölünsün, B kvadratı çıxılsın AB, üzərinə gəlinsin B bölünsün, A kvadratı çıxılsın AB, vurulsun AB bölünsün A plus B. Bu ifadəni sadələşdirməliyik. Əvvəlcə uşaqlar gəlin A bölünsün. Birinci kəsin məxrəcində B-ni ortaq vuruq kimi mötərizə xaricində çıxarsam, qalır B vurulsun B minus A. İkinci kəsin məxrəcində isə A-nı ortaq vuruq kimi mötərizə xaricində çıxarsaq, A vurulsun A minus B qalacaq. Mötərizəni bağlayıb bunu vurmalıyıq AB bölünsün A plus B-yə. Davam eləsək, buradan bərabər olacaq. Mötərizənin içərisindəki kəsirlər üçün orta məxrəc həmin məxrəclərin hasili olacaq. Yəni AB-də A minus B olacaq. Birinci kəsin sürətini və məxrəcini mən nəyə vurmalıyam? Birinci kəsin sürətini və məxrəcini uşaqlar. Ya da AB-də B minus A orta məxrəc eləyək bunlar üçün. AB-də B minus A-nı orta məxrəc eləyək. Birinci kəsin sürətini və məxrəcini sadəcə A-ya vurmalıyam. A kvadrat. İkinci kəsin sürətini və məxrəcini isə mənfi B-yə vurmalıyam. Olur çıxılsın B kvadrat. Vurulsun AB bölünsün A plus B. Bu da bərabər olacaq. Buradan AB-ləri biz ixtisar aparsaq, sürətdə A kvadratı çıxılsın B kvadratını A minus B vurulsun A plus B şəklində vurulları ayırsaq, məxrəcdə də A plus B vurulsun B minus A ifadəsini olduğu kimi yazaq. Buradan A plus B-ləri ixtisar aparsaq, A minus B-ni də B minus A-ya böləndə mənfi 1 olur. Deməli, 33-cü sualda doğru cavabımız A variantı olacaq. Növbəti 34-cü suala baxaq. Deyir ki, bu tənliyin sonsuz sayda həlli olarsa, A və B parametrlərinin cəmini tapın. Deməli, uşaqlar, belə bir tənlikdir. 2A minus 3x bərabərdir AB plus 6. Sonsuz sayda həlli olması üçün biz bilirik ki, AX bərabərdir B şəklində olan tənliyin o zaman sonsuz sayda həlli olur ki, A da 0, B də 0 olsun. Düzdürmü? Ona görə də mən burada həm x-in əmsalını 2A minus 3-ü
0-a bərabərləşdirəcəm. Buradan a-mız bərabər olur 1/5-ə. Həm də ab plus 6 ifadəsini də 0-a bərabərləşdirməliyəm. A-nı 1/5 tapdığıma görə artıq 1/5b bərabər olur -6-ya. B də bərabər olur -4-ə. A və B parametrlərinin cəmini soruşuna görə bizdən A plus B cəmi bərabər olacaq -2/5-ə. Doğru cavab 34-də C variantı olur. Növbəti 35-ci sualla davam edək. Görək 35-ci sualda nə yazılıb. X bərabərdir pi bölünsün 24 olarsa deyir. X bərabərdir pi bölünsün 24 olarsa kosinus 9x bölünsün sinus 3x üzərinə gəlinsin sinus 9x bölünsün kosinus 3x ifadəsinin qiymətini tapmalıyıq. Uşaqlar bizə verilən bu ifadələr üçün orta məxrəc bunların hasili olacaq. Yəni sinus 3x, kosinus 3x bu kəsirlərin orta məxrəcidir. Birinci kəsin sürətini və məxrəcini təbii ki mən kosinus 3x-ə vurmalıyam. Olur kosinus 9x, kosinus 3x. Üzərinə gəlinsin ikinci kəsin sürətini və məxrəcini isə nəyə vurmalıyıq? Sinus 3x-ə vururuq. Bu da olur sinus 9x, sinus 3x. Düzdürmü? Bərabər olacaq. Buradan kəsin sürəti uşaqlar bizə toplama teoreminin açılışını verir. Yəni kosinus 9x minus 3x-in açılışıdır. 9x minus 3x-in açılışıdır. Kəsir məxrəcini isə olduğu kimi saxlasaq sinus 3x, kosinus 3x alınacaq. Daha sonra bu kəsin sürətini və məxrəcini 2-yə vursaq olacaq 2 dənə kosinus 6x bölünsün məxrəcə də olur 2 sinus 3x, kosinus 3x. Kəsin sürətini olduğu kimi yazıram. 2 dənə kosinus 6x. Kəsin məxrəci isə bizə artıq sinus 2x-in açılışını verir. Yəni sinus 6x. Kosinus 6x-in sinus 6x-ə nisbəti bizə kotangens 6x-i verir. Mənə eksi də pi bölünsün 24 verdiyinə görə yazacağım 2 vurulsun kotangens 6 vurulsun pi bölünsün 24. Bu da bərabər olur 2 vurulsun kotangens pi bölünsün 4. Kotangens pi bölünsün 4 45'dir. Sinusun kosinusa bərabər olduğu dərəcəli. Ona görə 1 alır. 2'nin də 1'ə hasili 2'yə bərabər olur. 35-ci sualda doğru cavab E variantı olacaq. Növbəti 36-cı suala baxaq. Deməli, sual 36-da uşaqlar bizə belə bir ifadə verib. Mötərizədə kök altında 4 çıxılsın kökdə 7. Daha sonra kökü bağlayıb üzərinə gəlinsin kökdə 2. Mötərizəni bağlayıb vurulsun kök altında 4 çıxılsın kökdə 7. Bu ifadəni sadələşdirməli. Uşaqlar biz vurmanın toplamaya görə paylama qanunundan istifadə eləsək, burada kök altında 4 çıxılsın kök altında 7-ni həm birinci həddə həm də ikinci həddə vurmalıyıq. Birinci həddə vuranda kök altında 4 çıxılsın kökdə 7-nin kvadratı olur və o kökdən modulda çıxır. Modulda da müsbət olduğuna görə, modul daxili ifadədə müsbət olduğuna görə olduğu kimi, yəni 4 çıxılsın kökdə 7 kimi yaza bilərəm. Daha sonra kökdə 2-ni isə buna vuranda olur üzərinə gəlinsin kökdə 8 çıxılsın 2 kökdə 7 şəklində bir ifadə alırıq. Bu da bərabər olur 4 çıxılsın kökdə 7. Bu kökün altındakı ifadə uşaqlar bizə kök altında kökdə 7 minus 1'in kvadratının açılışını verir. Bərabər olmalıdır 4 çıxılsın kökdə 7. Bu kök altı dərəcələri hissə aparandan sonra modulda kökdə 7 minus 1 şəklində yazmalıyam. Sadəcə modul daxili ifadəmiz müsbət olduğuna görə mən onu olduğu kimi, yəni kökdə 7 çıxılsın 1 kimi yaza bilərəm. Mənfi kökdə 7 və müsbət kökdə 7'ləri hissə aparandan sonra cavabımız 4 çıxılsın 1 3'ə bərabər olur. 36-cı sualda doğru cavab E variantı olacaq. Növbəti 37-ci suala baxaq. Deyir ki, bərabər yanlı trapesiyanın, sual 37. Bərabər yanlı trapesiyanın kiçik oturacağı 2 cm yan tərəfi 4 cm iti bucağı 60 dərəcə olarsa bu trapesiyanın diaqonalının uzunluğunu tapın. Belə bir bərabər yanlı trapesiya təsvir eləsək, kiçik oturacaq 2-dir, yan tərəflər 4-4-dür. İti bucağı da 60-dır. Bura 60 yazsaq, təbii ki, bura da 60 dərəcə olmalıdır. Və bunlar üçün neçə dərəcə qalır? Burada 120 dərəcə olur. Bizdən diaqonalını istəyir. Bərabər yanlı trapesiyanın diaqonalları onsuz da bərabərdir. Hər hansı birini çəkib yaza bilərik. D. Daha sonra uşaqlar bu içərisində ələdiyim sarı üçbucaqdan kosinuslar teoreminin köməyi ilə biz oradan D-ni tapa bilərik. Oradan biz D-ni tapa bilərik. Belə ki, kosinuslar teoreminə görə D-nin kvadratı bərabər olacaq 2-nin kvadratı üzərinə gəl 4-ün kvadratı. Çıxılsın 2 vurulsun 2 vur 4 vurulsun kosinus 120. Ona görə buradan yazacağım ki, D-nin kvadratı bərabərdir 2-nin kvadratı üstə gəl 4-ün kvadratı. Çıxılsın 2 vur 2 vur 4 vurulsun kosinus 120 dərəcə. Buradan D-nin kvadratı bərabər olur 4 üzərinə gəl 16. 20 çıxılsın 16 dənə kosinus 120. Bilirik ki, kosinus 120 mənfi kosinus 60'dır. Ona görə D kvadrat bərabər olacaq 20. Üzərinə gəl 16 kosinus 60 dərəcə. Kosinus 60 dərəcə. Bu şəkildə yaza bilərik. Buradan D kvadratı bərabər olur 20 üzərinə gəlinsin 16 vurulsun kosinüsün 60'ı sinusun 30'udur 2'də 1 olur 28. Əgər D-nin kvadratı 28 isə deməli D-nin özü kök altda
28-ə bərabərdir. Bu da 2 kök altda 7 deməkdir. Deməli, doğru cavabımız olur 2 kök altda 7 sm E variantı. Növbəti 38-ci suala baxaq. 38-ci sualda uşaqlar bizə belə bir funksiya verilib. Y bərabərdir 3 vurulsun kosinus 4x üzərinə gəlin sinüs. Bizdən bu funksiyanın ən kiçik müsbət dövrünü, yəni t-sini istəyir. Burada uşaqlar baxacağımız bircə burada x-in əmsalıdır, yəni 4-dür. İndi kosinusun qüvvəti tək olduğuna görə 2pi bölünsün modulda k şəklində bunun ən kiçik müsbət dövrü tapılacaq. 2pi bölünsün, k-mız da 4 olduğuna görə 2pi bölünsün 4. Bu da pi bölünsün 2-yə bərabər olur. 38-ci sualda doğru cavab E variantı olur. Növbəti davam edək 39-cu çalışma ilə. 39-cu çalışmada nə verilib uşaqlar? Bizə çoxluqlarla bağlı bir sualdır. Mən çoxluqlarla bağlı sual görən kimi Euler-in dairələrimi çəkirəm. Bu bizim A çoxluğumuz, bu da bizim B çoxluğumuz olsun. Deyir ki, A-nın B-dən fərqli 11 dənə elementi var. Ona görə bura 11 yazacağam. Daha sonra kəsişməsində bir dənə element var. Bura bir dənə yazıram. Daha sonra verib ki, NA bərabərdir 3 dənə MB-yə. Düzdürmü? NA-nın ümumi neçə dənə elementi olur? Euler-in dairələrinə əsasən baxıram ki, NA-nın ümumi 12 dənə elementi var. Deməli, NB-nin 4 dənə elementi olmalıdır. Düzdürmü? NB-nin 4 dənə elementi var. Artıq mən kəsişməyə 1 yazdığıma görə yalnız B-yə aid olan hissəyə 3 yazmalıyam. İndi bizdən nə istəyir? Bizdən NA birləşmə B-ni istəyir. Düzdürmü? NA birləşmə B-də ki, bu hər bir dairədəki olan ədədləri toplayacağam. 11, 1, 3. Cavabımız olur 15. Deməli, 15 olacaq doğru cavab 39-da D variantı. Növbəti 40-cı suala baxaq. Sual 40-da deyir ki, A sıfırdan kiçikdir, B isə sıfırdan böyükdür. Modulda A, üzərinə gəlinsin modulda B minus A, üzərinə gəlinsin A kök altda B kvadratı, üzərinə gəlinsin B kök altda A kvadratı ifadəsini sadələşdirir. Deməli, uşaqlar, A-mız sıfırdan kiçik olduğuna görə təbii ki, moduldan əks işarəni çıxacaq, mənfi A şəklində çıxacaq. İkinci modul daxili ifadəmiz B minus A, B A-dan böyükdür, yəni müsbət olur, olduğu kimi, yəni B minus A şəklində çıxacaq. Üzərinə gəlinsin A vurulsun modulda B, üzərinə gəlinsin B vurulsun modulda A kimi yaza bilərik. Bu da bərabərdir. Buradan mənfi A, üzərinə gəlinsin B minus A, üzərinə gəlinsin A vurulsun modulda B olduğu kimi çıxacaq AB və üzərinə çıxılsın B vur A olur. Çünki A-mız mənfi də əks işarə ilə çıxır. Buradan AB-lər və mənfi AB-lər gedir. Qalır mənfi 2A, üzərinə gəlinsin B. Bunların yerini dəyişsək B minus 2A şəklində də yaza bilərik. 40-cı sualda doğru cavabımız B minus 2A A variantı olur. Növbəti 41-ci suala baxaq. Sual 41. Deməli, uşaqlar, bizə belə bir şəkil verilir. İndi bunu burada yazaq. A B-yə paraleldir. Baxın, belə bir şəkli burada çəksək. Şəklimiz bu formadadır. Bu A-dır, bu B-dir. Deyir ki, A B-yə paraleldir. Buradan daha sonra bura bir AD parçası çəkdir. Bura A-dır, bura D-dir, bura C-dir, burada B-dir. Bizə deyir ki, bucaq B 80 dərəcədir. Bax, bucaq B 80-dirsə, gəlin bura 80 dərəcəsini yazaq. Daha sonra EAD, bax, E buradır. EAD deyir ki, bərabərdir DAB-yə. Onda bu bucaqlar nə bərabərsə, bura alfa yaza bilərəm. Düzdürmü? Digər tərəfdən deyir ki, FCD də DCB-yə bərabərdir. Bax, bunlara da mən beta yaza bilərəm. Düzdürmü? Bunlara da biz beta yaza bilərik. Bizdən soruşulan bu ADC bucağıdır. Bax, bura bir sual işarəsi yazıram. Buranı tapmalıyıq. Uşaqlar, biz bilirik ki, burada nə olmalıdır? Bunu bu şəkildə uşaqlar buradan birləşdirsəydim E və F nöqtələrini, ta ki F-i burada qeyd edək. Qoy biraz. E və F nöqtələrini birləşdirsəydim, bu E parçasından sağda bir 5 bucaqlı alınır. 5 bucaqlının daxili bucaqlarının cəmi neçə olmalıdır? 180, 540. 540-dan 180-i çıxanda, yəni 90-90 çıxanda, bu 2 alfa 80, bir də 2 betanın cəminin 360-a bərabər olması lazımdır. Buradan 2 alfa üzərinə gəlinsin 2 beta ifadəsini biz 280-ə bərabər alırıq. Alfa plus beta cəmi də bərabər olur 140-a. Düzdürmü? Alfa plus beta cəmi 140, burada 80. Bu sual işarəsi qoyulan yerə nə qədər qalır? 220, 140 dərəcə təbii qalır. O 4 bucaqlının daxili bucaqlarının cəminin 360 olmasından istifadə elədik. Doğru cavab 41-də E variantı olur. Növbəti 42-ci suala baxaq. Sual 42-də bizə y bərabərdir x minus 3 kvadratı funksiyasının qrafiki üçün aşağıdakilərdən hansının yanlış olduğu verilib. Y bərabərdir x minus 3-ün kvadratı. Yəni, uşaqlar, belə bir koordinat sistemi çəksəm, bu bizim o y oxumuz, bu da bizim o x oxumuz olsun. Təbii ki, bunun görək x oxunun kəsdiyi nöqtə haradır? Baxın, 3 sıfırdadır. Bax, buradan 0 verəndə isə 9 alır. 9 nöqtəsində də y kəsməlidir. Bax, belə bir parabola çəkəcəm.
suala çəkəcəm. İndi fikir verin uşaqlar, bunun simmetriya oxunun tənliyi təbii ki x bərabərdir 3-dür. Bu x bərabər 3-dür, bunun simmetriya oxunun tənliyi. Deməli A variantı doğrudur. Absis oxuna 3-0 nöqtəsində toxunur. Bəli, 3-0 nöqtəsində toxunur. Bu da doğrudur. Təpə nöqtəsinin absisi təpə nöqtəsi absis oxu üzərində yerləşir. Bəli, absis oxu OX oxudur. Absis oxu üzərində yerləşir. Bu da doğrudur. Ordinat oxunu 0-3 nöqtəsinə kəsir. Xeyr, yalan deyir burada. Çünki OX-ə 0 verəndə ordinat oxunu gördük ki 0-9 nöqtəsinə kəsir. Buna görə yanlış olan D variantıdır. Ən kiçik qiyməti 0-a bərabərdir. Bəli, doğrudur. Davam edək növbəti 43-cü çalışma ilə. 43-cü çalışmada bizə belə bir çevrə verilib. Sual 43. Deməli, gəlin çəkək şəklimizi. Bu bizim çevrəmizdir. Burada bir toxunan çəkilib. Burada bir toxunan çəkilib. Daha sonra bu toxunma nöqtəsinə bir A deyiblər. A nöqtəsindən belə bir AB vətəri çəkilib və BC diametri. Bura çevrənin mərkəzidir, BC diametridir. Deyir ki, BAD 40 dərəcədir. Bax, bizə buranı verib 40 dərəcə. Düzdürmü? Buranı 40 dərəcə verib. BAD, daha doğrusu uşaqlar, mən düz qeyd eləmədim. BAD buradır. Baxın, bura. BAD, D-ni burada qeyd edilib. Bura 40 dərəcədir. Buranın 40 dərəcə olduğu verilib bizə. ABC-nin dərəcə ölçüsünü istəyir, sual işarəsi. Uşaqlar, buranı təbii ki, bu şəkildə tamamlayanda bura neçə dərəcə olmalıdır? 90 dərəcə. Düzdürmü? Bura 90 dərəcə olur. 90 dərəcədirsə, indi bizdən soruşulan bu ABC bucağıdır. 10 nöqtəsinə toxunur deyir. Buranı 40 dərəcə veribsə, təbii ki, bura neçə dərəcə olur uşaqlar? Baxın, bura olur 80 dərəcə. Düzdürmü? 80 dərəcədirsə, buranın yarısı olar. Ümumi bu diametr çevrəni yarıya bölür axı. Bura üçün də 100 dərəcə qalırdı. 100 dərəcədirsə, bu ABC daxilə çəkilmiş bucağı 100-ün yarısı, yəni 50 dərəcə olacaq. Cavab 43-də 50 dərəcə D variantı olur. Növbəti 44-cü suala baxaq. 44-cü sualda uşaqlar bizə paralleloqram verilib. Gəlin paralleloqramımızı təsvir edək. Belə bir paralleloqramımız var. Belə bir paralleloqramımız var. Bu bizim olsun A, B, C, D paralleloqramımız. Buradan BD diaqonalı çəkilib. Bu bizim BD diaqonalımızdır. Və CK parçası bu şəkildə verilib bizə. CK parçasıdır. Sahəsi 108-dir bu. AK deyir ki, BK-yə bərabərdir. AK BK-yə bərabərdir. Bu şəkildədir. Paralleloqramın diaqonalları bilir ki, kəsir kəsmə nöqtəsində. Bu diaqonal deyil daha doğrusu. Yəni gəlin belə eləyək də bunu. Sahəsi 108-dir. Ümumi əgər bizim bu AC diaqonalını da çəksəm mən, AC diaqonalını da çəksəm mən. Düzdürmü? Bu da yarıya bölünür. Bu da yarıya bölünür. Deməli burada çıxır ki, bura bir O nöqtəsi desək, üçbucaq ABC'də, üçbucaq ABC'də nə olacaq? Orada CK və BO medianlardır. Medianlardır. Düzdürmü? Çünki fikir verin, çəkildiyi tərəfləri yarıya bölür. İndi ümumi paralleloqramımızın sahəsi 108-dirsə, təbii ki, medianlar da bilir ki, burada S. Hər bir sahə burada birbirine bərabər olacaq. Ümumi 4S aşağı da ümumi 4S olmalıdır, düzdürmü? Yəni bura 2S isə burada avtomatik 2S, burada 2S olur. Əgər bizim 8S'imiz, ümumi 8S'imiz 108-ə bərabərdirsə, onda buradan bir dənə S-in 16 kvadrat santimetrə bərabər olduğunu alırıq. Bizdən indi BFC-nin, bura F nöqtəsidir. Bu BFC-nin sahəsini istəyir. BFC-yə də mən bir dənə S yazdığıma görə, baxın, bu içərisini irəlilədiyim, bax, bu üçbucağın sahəsini bizdən istəyir. BFC üçbucağın. Mən bu sahəyə bir dənə S yazdığımıza görə, S-i də 18 tapdığımıza görə, deməli, elə buranın sahəsi nəyə bərabər olur? 18 kvadrat santimetrə. 44-cü sualda doğru cavab olur 18. Növbəti 45-ci suala baxaq. Deyir ki, usta işin 8-ə 5 hissəsini yerinə yetirərsə, neçə faizi yerinə yetirilməmiş qalır? 8-ə 5-in yerinə yetirirsə, 1 çıxılsın 8-ə 5. Yəni 8-də 3-ü yerinə yetirilməyib, yəni qalıb. Bunu faiz olaraq məndən soruşur. Yəni 8-də 3-ü də faizə çevirəndə təbii ki, 100%-ə vururuq. Bu da bərabər olur. Sürətini və məxrəcini, yəni 100-ü 8-ə bölək, 4-ə xısar aparsa, burada 2, burada 25 qalır. 75-i də 2-yə böləndə 37,5% olur doğru cavab. 37,5%. Cavab 37,5%-dir. Daha sonra davam edək növbəti 46-cı sualla. 46-cı sualda uşaqlar üçbucaq sualıdır. Bizə belə bir ABC üçbucağı verilib. Bu bizim olsun ABC üçbucağımız. Bura A təpəsi, bura B təpəsi, burada C təpəsidir. B təpəsindən bir BD, yəni bilmirik bu nədir çəkilib. BD parçası çəkilib. AB deyir ki, BC bərabər. Deməli, aydın oldu ki, bu bərabər yanlı üçbucaqdır.
AD-dir 2-dir. Bax, bura 2-dir. BD 10-dur. Bax, bura 10-dur. BDC 60-dır. Bax, bura 60 dərəcədir. 60 dərəcədir. Bizdən AC tərəfinin uzunluğunu istəyir. AC tərəfinin uzunluğunu tapmalıyıq. Düzdürmü? AC tərəfinin uzunluğunu görə necə tapa bilərik? Görək, AB BC bərabərdirsə, bu bərabər yanlıdır. Yəni bura alfa bucağı olsa, təbii ki, burada alfa bucağı olacaq. Düzdürmü? Alfa bucağı olacaq. Təbii ki, bura beta bucağı olsa, burada beta bucağı olmalıdır. Düz yazdıq. Alfa alfa 60. Yox, bircə dəqiqə onu deyə bilmərik. O betaları oradan silək. Tənbələn olduğu verilməyib çünki. Buranı silək burada. İndi uşaqlar fikir verin. Biz burada bizə nə istəyir? AC tərəfini. Buranı tapsaq tapmış olarıq da. Elə deyil. İndi baxaq uşaqlar bura. Görək necə yaza bilərik burada. Deməli bura 120 dərəcədir, düzdürmü? Bura 120 dərəcə olur. Bura 120 dərəcə olur. Bəs bura üçün isə qalır 60 minus alfa. 60 minus alfa qalır. Bura üçün isə 120 minus alfa qalır. Düzdürmü? 120 minus alfa qalır da. Çünki 60 plus alfadırsa, burada olur 120 minus alfa. Mən əslində uşaqlar bunu hündürlük çəkməklə də yaza bilərdim. Fikir verin, indi baxın necə yazacağam bunu. Baxın, buradan indi bir hündürlük gəlin çəkək. İndi bura bir dənə fikir verin. 10 bura verilib bizə. Bunu biraz belə bir hündürlük çəkək. Bura 60 dərəcədir. Buradan bir hündürlük çəksəm, bu BH hündürlüyüdürsə, bura 30 dərəcə olur. Düzdürmü? Bura 30 dərəcə olur. Daha sonra buranı da bizə 10 vermişdi də. Bu BD-ni 10 vermişdi. 30'un qabağına duran katet təbii ki, boyutunuzun yarısı olur 5. Bu hündürlük də olur 5 kökdə 3. Düzdürmü? Hündürlüyü də tapdıq 5 kökdə 3. Buranı 5 kökdə 3 tapdıq. 2, 5. Bu təpədən çəkilən hündürlük həm də median olur axı. Əgər AH məsafəsi ümumi 7-dirsə, təbii ki, HC məsafəsinin də 7 olması lazımdır. AC də bərabər olur 2 plus 5 plus 7-yə, yəni doğru cavab 14 santimetrdir. Maraqlı sual idi. Cavab 14. Davam edək növbəti 47-ci çalışma ilə. X, Y, Z natural ədədləri üçün sual 47. Deyir ki, X bölünsün Y bölünsün Z bərabərdir 5 bölü 4 bölü 2-yə. Təbii ki, uşaqlar, mən burada X-ə 5K, Y-ə 4K, Z-ə də 2K deyəcəm. X, Y hasili ilə Y, Z hasilinin cəmi 112-dir. Yəni x-y hasili bizə 20k kvadratını verir. Üzərinə gəlinsin. Y-z hasili isə 8k kvadratını verir. Bərabər olmalıdır 112-yə. Buradan 28k kvadratının 112-yə bərabər olmalı alıram. K kvadratı bərabər olur 4-ə. K da bərabər olur 2-yə. K-nı 2 tapandan sonra indi x-imiz olur 10 təbii ki. Y-imiz olur 8. Z-imiz də olur 4. Bizdən x plus y plus z cəmini soruşuna görə cavab olur 10 plus 8 plus 4 22. Cavab 22-dir 47-ci sualda. 48-ci suala baxaq. Sual 48. 48-ci sualda uşaqlar P çoxhədlisinin dərəcəsidir ki 5-dir. Tutaq ki P-yə deyək uşaqlar x üstü 5. Bu da bir çoxhədlidir. Q çoxhədlisinin dərəcəsi 8-dir. Buna da y üstü 8-dir. Yəni bunun ən rahat həll edilmə qaydası belədir. Yazıb ki P üstü 3 vurulsun P plus Q çoxhədlisinin dərəcəsini tapın. P üstü 3 bizə x üstü 15'i verir. Vurulsun x üstü 5 üzərinə gəlinsin y üstü 8. Vurub atsaq olur x üstü 20, üzərinə gəlinsin x üstü 15, y üstü 8. Bu çoxhədlinin dərəcəsi nəyə bərabər olur? 15 ilə 8-in cəmini. 15 plus 8 cavab olur 23. 48-ci sualda doğru cavab 23-dür. Sual 49-a baxaq. Deyir ki, Emil təpə bucağı 40 dərəcə olan bərabər yanlı üç bucaqların oturacaqları ilə düzgün çoxbucaqlı qurdu. Şəkildə həmin düzgün çoxbucaqlının bir hissəsi təsvir edilmişdir. Emilin qurduğu düzgün çoxbucaqlının bir neçə tərəfi var. Baxın uşaqlar, deyir ki, təpə bucağı 40 dərəcə olan bərabər yanlı üçbucaqların oturacaqları ilə nə edir? Düzgün çoxbucaqlı qurur. Baxın uşaqlar, gəlin belə eləyək də, sual 49. Yəni burada əslində bir hissəsi bizə verilib. 60, 60, 60. Bunu bu şəkildə tamamlasaydıq, bunu baxın uşaqlar, belə tamamlasaydıq. Tutaq ki, burada 60, düzdürmü? Belə burada 60. Ümumi neçədən 60'ımız gedib artıq? 1, 2, 3, 4 dənə 60'ımız artıq var. Düzdür? 4 dənə 60'ımız var. Bu 60 dərəcə haranı verib? Bizə bunları verib də bu qövsləri. 60, 60. Təbii ki, baxın, növbəti bu şəkildə getsəydi, belə bir bərabər yanlı üçbucaq da burada qurardıq. Düzdürmü? Belə bir bərabər yanlı üçbucaq da
burada qurardıq. Daha doğrusu baxın belə. Bax belə bir bərabər. Yəni burada 60 olacaqdı. Görə neçə dənə belə qura bilərik? 1 2 3 4 5 6-cısında artıq qura bilmərik də, düzdür? 6 dənə qura bilərik belə. Neçə dənə olacaq indi? Deməli, əgər 4 dənəsi 5 dənə yaradırsa, 6 dənə belə 60 neçə dənə tərəf yaradacaq? Və yaxud da uşaqlar, gəlin bunu belə fikirləşək. Deməli, necə yaza bilərik? Təbii ki, uşaqlar, burada fikir verin. Təpə bucağı 40 dərəcə idisə, bura 40 dərəcə, düzdürmü? Bura neçə dərəcə olur? Bura neçə dərəcə olacaq təbii ki? Bura bərabər yanlı idi axı. 40-dan 180-dən 40 çıxanda 140 qalır, 70, 70. Bura üçünə qalır 70, burada qalır 70, düzdürmü? Burada qalır 70. 140, bura olur neçə? 60'dır. Buranı 60 verir bizə uşaqlar. Bura neçə dərəcə olur uşaqlar? Bura. 360-dan çıxmalı deyilik 200, 160. Deməli bu çoxbucaqlının hər bir daxili bucağı 160-dır. Çoxbucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun n-2-dir. Bunu da n-ə böləndə bir daxili bucaq olur, 160-a bərabər olur. Buradan 180n çıxılsın 360 bərabər olur 160 n. Buradan 20n bərabər olur 360-a. N tapsaq n bərabər olur 18-ə. Deməli 18 dənə tərəfi var. Növbəti 50-ci suala baxaq. 50-ci sualda nədir? Deyir ki, koordinat oxlarını -6, 0, yəni B-nin bax burası -6-dır. Sonra A, burası 0, 0-dır, 0, 0 və A da 0, 6-dır, 0, 6-dır. Bizdən nöqtədən kəsən çevrənin tənliyini yazın. Bax, bu çevrənin tənliyini yazmalıyıq, düzdürmü? Çevrənin tənliyinin ümumi şəkli necədir? Deməli, 50. X minus A-nın kvadratı, üzərinə gəlinsin Y minus B-nin kvadratı bərabər olmalıdır R-in kvadratına. Düzdür? Bu şəkildə yazarıq. İndi gəlin biz əvvəlcə bunun nəyini tapaq? Diametrini tapaq, radiusun uzunluğunu tapaq. Təbii ki, radiusu bunun buradan buraya qədər olan məsafə 6-dır. Burada 6-dır. Bura düz bucaqdır. Radius nə qədər olur? Diametr nə qədər olur? Diametr olur 6 kökdə 2. Deməli, bizim diametrimiz 6 kökdə 2-dir. Diametr 6 kökdə 2 isə deməli, radiusumuz nəyə bərabər olur? 3 kökdə 2. Radiusumuz 3 kökdə 2 olsa, bizə qaldı nəyi tapmaq? A ilə B-ni, düzdürmü? A ilə B-ni də necə tapırıq? A və B bizim nəyimiz idi? A və B bizim mərkəzin koordinatları idi də. Yəni bu çevrənin mərkəzinin koordinatları. Təbii ki, bura olacaq -3, 3. Çünki bu parçanın AB parçasının ortası -3-dür. A-nın yerinə -3 qoyanda olur x plus 3-ün kvadratı. B-nin yerinə 3 qoyanda y çıxılsın 3-ün kvadratı bərabər olmalıdır nəyə? 3 kök altı 2-nin kvadratına. Buradan tənliyimiz alınır ki, x plus 3-ün mötərizə kvadratı üzərinə gəlsin y minus 3-ün kvadratı bərabər olur 18-ə. Və bu şəkildə yazırsınız. Sual 51. Satışa çıxarılan deyir ki, parçanın, sual 51-də. Satışa çıxarılan parçanın hər metrinin 30 manatdan satışı 24 manat gəlir gətirər. 25 manatdan satışı isə 16 manat ziyan verər. Neçə metr parça satışa çıxarılır? Tutaq ki, x metr parça satışa çıxarılır. Düzdürmü? 30 manatdan satış eləsələr 30x, düzdürmü? 24 manat gəlir gətirər. 24 manat gəlir. 30 manatdan satsalar 30x, ümumi gəlir nə qədər olur? Deməli, bax, hər metrini 30 manatdan satışı 24 manat gəlir gətirər. 24 manat gəlir gətirər, düzdürmü? İndi x metr, tutaq ki, 30 manatdan, 25 manatdan satsalar isə 25x, 16 manat ziyan, çıxılsın 16, üstünə gəl 24. Bunları birinə bərabərləşdirməliyik. Buradan 5x bərabər olur 40-a, x-ə bərabər olur 8-ə. Deməli, 8 metr. 8 metr parça satsalar, daha doğrusu neçə metr parça satışa çıxarılır deyir? 8 metr. 51-ci sualda doğru cavabımız olur neçə? 8 metr. Bu da belə. Davam edək növbəti 52-ci sualına. 52-ci sualda yazıb ki, SN ədədi sessiyənin ilk n həddinin cəmidir. Təbii ki, məlumdur. S14 çıxılsın S11 225 olarsa sessiyənin 13-cü ədini tapın. S14 nə deməkdir? Yəni ilk 14 ədin cəmidir. A1 plus A2 plus nöqtələr plus A14. Buradan çıxsaq ilk 11 həddinin cəmini A1 plus A2 plus nöqtələr plus A11-i. Bu fərq bizə nəyə verir? 225. Təbii ki, bunları toplayanda yuxarıdan qalır nə? A12 üstə gəl A13 üstə gəl A14 cəmi qalır. Bu bərabər olmalıdır 225-ə. Buradan A12 ilə A14-ün cəminin yarısı bizə A13 verir. Yəni 2 dənə A13 üstə gəl, bir dənə də A13 bizə verir 225-i.
A13 yəni ədəd silsilənin 13-cü əddi bərabər olur 225 bölünsün 3-ə. Bərabər olur neçə? 75-ə. Doğru cavab 75 olmalıdır. Növbəti 53-cü suala baxaq. Deyir ki, n parametrinin hansı qiymətində bu tənliyin kökləri üçün 1 bölünsün x1 plus 1 bölünsün x2 bərabər 2-dir. Orta məxrəc gətirsək x1 x2-də x1 plus x2 bərabər olur 2-yə. İndi v-yetə görə x1 plus x2 cəmi bizdə 3m çıxılsın 5 olacaq. x1 x2 hasildə nədir? 2m minus 1-dir. Bu bərabər olmalıdır 2-yə. Çarpaz vursaq 3m minus 5 bərabər olur 6m minus 2-yə. Buradan nəyə bərabər olur? Mənfi 3 bərabər olur 3m-ə. M də bərabər olur nəyə? Mənfi 1-ə. M-in deməli mənfi 1 qiymətində. Növbəti 54-cü suala baxaq. 54-də nə deyir? Deyir ki, diametri 5 kökdə 2 olan çevrədə AB AC perpendikulyardır. AB A-ya bərabər olarsa, EC də 7 olarsa BC-nin uzunluğunu tapın. Deməli uşaqlar belə bir çevrədir. Belə bir çevrədir. Bax bura bu şəkildədir. Belə verilib. Bu kəskin nöqtələr bura E-dir, bura A-dır, bura 90 dərəcədir. Bura B, bura D, bura da C-dir. Diametri bilir ki 5 kökdə 2-dir. Uşaqlar, təbii ki mən bu B ilə yeni birləşdirsəm, bu bizim diametr olacaq. 5 kökdə 2, 5 kökdə 2-ni buraya yaza bilərəm. AB-dir, AC perpendikulyardır. AB A-ya bərabərdir. Bax bu həm də bərabər yanlı, deməli düzü bucaqdır. Bunlar deməli 5, 5 olacaq. EC 7-dir. Bax EC 7-dir. Bizə nə istəyir? BC parçasının uzunluğunu istəyir. BC parçasının uzunluğunu istəyir. Düzdür? BC parçasının uzunluğunu görə necə tapa bilərik? Deməli BC-ni bilmirəm ki, ümumi nə qədərdir. 5, 5, diametri deyir AB A-ya. YC-ni də 7 verib, hə. YC-ni də 7 verib, buraya yazdıq 7. İndi görək kəsənin xassəsindən istifadə eləsək, buranı bilmirik. BD-ni də bilmirik, düzdür? BD-ni də bilmədiyimizə görə burada nəsə yaza bilmirik. Bərabər yanlı olduğuna görə gəlib bucaqları yazaq hələ. Bura 45, bura 45 olur. Düzdür? 45, 45-dirsə, 45, 45-dirsə, görək buranı tapa bilərik. 45, 45, bura olur neçə? 135, 135 dərəcə. Daha sonra bu üç bucaqdan, bu içərisində elədiyim sarı rəngli üç bucaqdan kosinuslar teoremi ilə biz BC-ni tapa bilərik. Deməli yazaram ki, üç bucaq BYC-də kosinuslar. Yazaram ki, BC-nin kvadratı bərabər olmalıdır 5 kökdə 2-nin kvadratı. Üzərinə gəlsin 7-nin kvadratı. Çıxılsın 2 vur, 7 vur, 5 kökdə 2. Vurulsun kosinus 135. Düzdür? Buradan BC-nin kvadratı bərabər olur 5 kökdə 2-nin kvadratı. 50 üstə gəl 49. Çıxılsın 14-ü 5 kökdə 2 vuranda 70 kökdə 2 vurulsun kosinusun 135-i mənfi kosinus 45-dir. Üzərinə gəlsin kökdə 2 bölünsün 2. Buradan BC-nin kvadratı bərabər olur 99. Üzərinə gəlsin 35. Düz yazdıq. 35. 70 edir uşaqlar. 70, 35 yox. 70. Buradan BC-nin kvadratı bərabər olur 169-a. Bizdən BC-nin soruşuna görə BC də bərabər olur 13-ə. Deməli doğru cavab 13-dür. Sonuncu uşaqlar 55-ci çalışmaya da baxaq. Qrafikdə deyir ki, eyni gücə malik işçilərin sayı ilə onların eyni bir işi yerinə yetirmə müddətləri arasındakı asılılıq vermişdir. Fikir verin uşaqlar. Deməli 12 fəhlə n plus 5 vaxtda yerinə yetirir. N plus 1 fəhlə isə 18 zaman, indi saatla verilib, dəqiqə ilə verilib. Bunlar tərs mütənasib olduğuna görə düz vurmalıyıq. Yəni 12-nin n plus 5-ə hasili bərabər olur 18-in n plus 1-ə hasilinə. Buradan 12-nin üzərinə gəlinsin 60, bərabər olur 18-in üzərinə gəlinsin 18-ə. 42 bərabər olur 6-yenə, n tapırıq ki 7-dir. Deməli, uşaqlar indi hər hansı birini götürək buradan. Bax ki 12 fəhlə 12 saata yerinə yetirir. İndi deyir ki 16 işçini isə saata yerinə yetirir, 16 da x saatı. Yenə tərs mütənasib olduğuna görə 16x bərabər olar 12 vur 12-yə. Buradan x bərabər olur 144 16 bölün 9. Deməli doğru cavab 9 olacaq. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənədək hələlik sağ olun.